xüsusilə də mənim sözüm buradan övlad sahibi olan gənclərədir, övlad sahibi olanlaradır və inşallah ki, gələcəkdə övladı olacaq şəxslərədir ki, əzizlər, hər bir valideynin boynunda indiki dövrdə bu bir vəzifədir ki, öz övladlarımıza İmam Hüseyni tanıdaq, öz övladlarımıza, o balaca balalarımıza İmam Həsəni tanıdaq, İmam Əlini tanıdaq. Bilsin ki, övladımız biz bugün məscidə niyə gəlirik? Biz niyə görə imamımıza yas keçiririk, niyə əza saxlayırıq? Bunu bizim körpə balalarımız dərk eləməlidir. Yoxsa 14-15 yaşında bir gənc uşaq əlində telefon tutub məsciddə uzanmamalıdır. Yanından gəlib keçənə görsən fikir vermir. Ki, burada ən böyük vəzifə valideynin üzərinə düşür. Görürsən, uşağın 12 yaşı var, 15 yaşı var, İmam Hüseyin kimdir bilmir. İmam Əli kimdir bilmir, tanımır. Əlbəttə ki, o uşaq məscidə gələndə əvvəldən axıra qədər əlində telefon oynadacaq. Çünki o uşaq gəldiyi yerin mahiyyətin başa düşmür. Bilmir ki, o uşaq bura niyə gəlib, gəlməkdə məqsədi nədir. Uşağa evdən artıq öyrətmək lazımdır bunu. Əgər sən bugün kamilliyin ən yüksək fövqündə dayanan, kamillik mərtəbəsinin ən üstün şəxsi olan Həzrəti Əlini, Həzrəti Hüseyni övladıva sevdirə bilməsən, övladıva tanıtdıra bilməsən, sabah bəziləri gələcək Muaviyəni və Yezidi sənin övladıva tanıtdıracaq. Muaviyəni və Yezidi sənin oğluva mömin kimi tanıtdıracaq. Bizim indiki dövrdə bu çox böyük bir vəzifəmizdir. Və ən böyük vəzifə də bizim ailəmizdən başlayır, özümüzdən başlayır.